Hoş geldiniz dostlar. Deməli biz sistem CentralVP ilə ProSave'in əlaqəsini qurmaq üçün dərslərimizi davam edirik. Yəni deməli sistem qurmaq açaq. Keçən dərsimizdə biz artıq switchlər əlavə eləmişdik. Web tag define idi. Deməli biz burayla bitirdik biz. Bunda keçək deməli switchlərə. Switchlərdə biz gəlirik web tag define. Dostlar, deməli, biz nə üçün istifadə edirik buranı? Bu, deməli, diskret, out diskret siqnalların taglərini yaratmaq üçün istifadə edirik buranı. Communication input-output builder deyirlər buna. Və burada qıraq cihazlardan gələn siqnallar, diskret siqnalların qəbulu yaxud da göndərilməsi üçün istifadə olunur. Məsəl üçün Modbus üçün, Profibus üçün, OPC üçün, Gateway üçün. Və burada əsas nədir bizdə? Burada əsas biz sizlə quracağıq deməli coil tagların və ümumiyyətlə bunun adı nədir? WB tag define word communication with data tag definition demək. Və burada başlayaq qurmağı, yazmağı daha doğrusu biz istifadə edəcəyik deməli gəlməyə birinciden başlayaq. Bizim deməli faiz işarəsi BB olsun deməli 00101 və tagın adını qoyacağıq sizlə koyun. Kommentdə də istəsəz koyun yazabilirsiniz balaca. İkinci olacaq bizdə yenə VB ama artıq 301 eləyək. 301 2 byte-la götürürüz. Bu olacaq bizdə və ondan sonra olsun VB 501 output bakın içine input menu, input register. Yani burada kim yazar öyle. Input register olsun. Output olmasın. Yani switch yani input evet.
Və axırıncı bizdə olacaq. Deməli, ilk birini bunu bir. Bu da olacaq bizdə holding. Holding. Bu sevgili. Tamam. Error yoktu. Bağlayak bunu. Burada da dostlar, yani yazdığım böyle aydın olsun size. Böyle bir iki götürürsünüz. Böyle bir iki götürürsünüz. Yazayım. Buradan böyle. www bizdə nə deməkdir? Bizdə sözün, yəni Word-ün nömrəsi. Biz orada götürdük 001, 003. Və axırıncı BB-də isə BB bizdə olacaq, deməli, bitin nömrəsi. Yəni birinci bit götürdük hamısında. Word-ün nömrəsi bizdə olacaq 1, 3, 5, 7 və bitin nömrəsi hamısında 1. Nömrəsi. Və bağlı. Və gəlin dostlar, bir dənə də deməli SCS-dən də eləyək bizim prospektdən və dərsi bitirək. Növbəti dərsdə tam olaraq bitirək bu mövzunu. Vaxtımız çatsa. Bizə lazım olacaq. Və burada biz gəlirik sizlə input, output bildirə. Və yeni stansiya əlavə edəcəyik. Yeni modul əlavə edəcəyik bura. Device. Və bizə lazım olacaq burada AL111. 111. Gəlin bunu seçək. Və ok düyməsini basaq. Yeni modulumuz gəldi. Gəlin baxın. Burada biz ama node 1 olmalı. Ben burada böyle node 1 eləyək. Bir nokta 5 basaq. Və bununla dərsimizi bitirək. Dostlar, növbəti dərsdə biz artıq deməli IP verəcəyik və biraz sazlamalar çoxdur orada. Beləliklə dostlar, çox sağ olun, təşəkkür edirəm sizə. Videomu bəyəndinizsə like qoyun və kanala abunə olmağı yaddan çıxartmayın. Bir də dediyim kimi, kim test eləmək istəsə, sırf yoxulqavami yaxud da Siemens'in, DCS'in, yəni istənilən bir avtomatika proqramın, istər elektriklərə aid edildiyi Schneider proqramların Taskforce saytına müraciət edə bilər. Biz onun üçün virtual maşın quracağıq və evdən istənilən yerdən onu boşluq test edə bilər. Testlər tam olaraq safety'dir. Yəni gündəlik 6 saat, yəni 12 saata kimi qaldıra bilir. Yəni bu məncə gündə 3-4 saat kifayət edir bunun məşğul olmaq üçün. Həm də siz öz proyektlərinizi də yerləşdirə bilərsiniz və orada test edə bilərsiniz. Boş əməliyyatlarını edə bilərsiniz. Yaxud da məntiqi dəyişib test edə bilərsiniz ki, sizin logikiniz özünlə də aparacaq. Çox sağ olun dostlar, təşəkkür edirəm.